Salam əziz dinləyicilər, hər vaxtınız xeyir olsun. Sözüm burada Mehriban Qəmborovayadır. O ki, xanım anam mahnısı üstündə dava qırğın gedir. O xanım anam mahnısını baba oğlan tanıtdırıbdı Azərbaycana. Baba oğlan, Aşıq Sabir Qazaxlı tanıtdırıbdı. 4 il bundan qabaq oxumuşdum o mahnını, 4 il. 5 milyonda baxış gəlmişdi həmən mahnıma. 5 milyon. İndi çıxıb efirdə ağlı və gözüvə gələni danışırsan, o mahnının sənəti məndədir, sənətini göstərə bilərəm. Sənəti nə edirəm mən? O sənət səndədir, möhürü də məndədir. Kimlər aranı qatdı, kimlər neynədi, Allah göydən baxır. Allah hamısının bəlasını verəcəkdir. O gözə görünməz Allah göydən baxır. Efirlərin birində mənim arxamla danışıbsan ki, Sabir bir mahnını 10 nəfərə satıbdır. Yalancının əcdadına lənət olsun, Sabir bir mahnını 10 nəfərə satıbsa, üzləşəcək Mehriban. Onların hamısını subut eləyəcəksən mənə. Əgər subut eləyə bilməyəcəksənsə, o mahnı sənin haramın olsun. Ağlıva, gözüvə gələni danışma mənim haqqımda. Sözüm var, nömrəm də var səndə. Yığ denə Sabir, bu belə oldu, bu belə oldu. Özünüzü qoymayın axırıncı yola.